uşaqlar, bugünkü videomuz Eşref Azərbaycanlı olsaydı necə olardı haqqında olacaq. Video işləmişdən əvvəl Eşref həqiqətən də Azərbaycanlı olsaydı necə olardı fikirlərinizi yorumlarda yazın. İlk öncə video like atın, sonra kanalıma abunə olun, keçək videoya. Bu videonu 1000 like eləyir uşaqlar, sizə güvənirəm. Bu videoya həqiqətən də 1000 like gəlsə, yeni videomda sual-cavab videosu çəkəcəm. Zalim Pəley Əşrəfi aldı getdi, klarneti bir damne çaldı getdi, gecə yarı getdi əqli başında, Əşrəf qəzaya düşdü maşında. Əşrəf təkin girdirmə variantı, sexm aldı, bax dəqiq o sexm variantı. Allah'a olsun, kopyası var. Əşrəfin özündən çox Əşrəf olmuşdur. Bu videolardan sonra baxaq görək, Azərbaycanda Eşref Rüya dizisi çəkilsəydi necə olardı? Bu Rüya kim? Bir anlatsana. Duyduğuma göre çocuklu aşkın olmuş. Boş ver, boş ver. Neden? Sen anlat. Demek uşaklık vaktlarım idi. İşlediğim yerin kabakından bir kız geçiyordu. Ben o kızı gördüğümde vitsin kendime bırakıyordum. Ama her defasında bir defa cesaret yapıp ona yaklaşamadım. O vaktandan beri onun adını ben Rüya koydum. Danışamıyorum ya, kötüme gidiyor. Neyine gidiyor? Devam et. Bir gün o kadar beynim sönmüştü ki, dedim bir Rüyanın kaldığı eve gizlin gedim bir ona bakayım görüm ne arıyor. Uzaktan Rüya'ya baktığımda ağlıyordu. Ben onu hiçbir zaman böyle görmemiştim. Benim de beynim konkret söndü. Baktığım zaman benim de tanımadığım biri onun otağından çıktı. Ben burada işlerin ters gittiğinin farkına vardım. Onun otağından çıkan cedenin arkasıyla düşüp onu öldürmek kararını aldım. Sakince yaklaşıp arkasından fıçkı yaptım. Sonra ise ben hapse atıldım. Bak böyle oldu Dana, böyle. Ya ne tesadüf. Çocuklukta benim de başıma böyle bir şey geldi. Yani bana da yaptılar. Sana da mı başına geldi? Peki, o zaman sen Rüya mısın? Ay Allah. İndi isə başqa senaryoya baxaq. Belə deyil də başqa cür necə olardı? Salam, ben Rüya. Rüya, seni neçə el bundan qabaq aktara kaldım. Mehlə kesim seni tapa bilmedim. Senin iyini özledim ben. Bilirsən nə qədər tarıkmışam mən? Oktay, biz də ailədə 3 nəfərik. Anam, atam, bir də mən. Bəs siz ailədə neçə nəfərsiz? Ben yetimim. Kara güreşlərlə məşğulum. Oktay, normal danış da. Bu nə danışıqdır? Ya biz de ailede 6 nəfərik Dana. 2 qardaş, ata, ana. Ay Oktay, arxadan 3 dənə oğlan mənə söz atdı ye. Gözdə gəlirəm. Aleyküm mekraba. Yanımdaki kıza mı patkod ediyorsunuz siz? Sizin başınız mı kaçmış? Sizin hepiniz bir, ben tek. Anladınız mı? Sənə nə oldu? Sənin zatına nəhlət, heç kim sağa baxıb eləmir. Mənim kinonu kim məsləhət gördü? Bızqır dayına. İndi də gəlin Eşref Rüya Azərbaycan dublajlarına baxaq. Ay kömələ. İkimizi bunlar üstüme öldürmək istəyirlər məni. Sən nə üçün muzut uşağın üstünə? Bu şapalay mənim bacımla fingirdaşır. Biz bir-birimizi sevirik. Ha sən kimsən mənim bacımı sevirsən, əyni və tuman alanmırsan? Dədəniz evdədir, gələk qız istəyək. Evdədir. Getdi yolda mübarək bazlığa. Çox sağ ol, əlləri dərd görməsin. Daha qəhvələr də gəldi deyə. Bəlkə qızı istəyəsən də. Qızı istədi, elçilikdə yaxı. Ah, yaxşı. Bunu bura qoyun, birazdan sortuqlayaram. Qızınız uje bizim qızımızdır. Всё. Belə qız istəyirlər hə. Sədrəydən tuman almıram, qız istəyim. Bunlar bir-birlərini sevirlər, mən də gəldim ki, toylarını danışım. Sən belə qız istəyərlər. Kimsən ha sən? Eşref. Efreş. Rozvutumuş Eşref. Axtar bax gör kimə. Birdən razı olmasalar nə olacaq? Ayda Rozvutumuş Eşref deyil, razı olmasın. Eşref bəy, bu uşağın işi gücü yoxdur. Alt paltarı satır. Tumuş satırsan. Evi də yoxdur. Dəlisən, Biləcərdə evi var ya. Biləcəri də. Dava çıxar düzükləri. Almamışam ki. Sənin görəcəyin işini. Nisan qapıdan. Gəldim də, qapını nəyə qırırsan, elə bir karvansara qapısı deyə. Bozarmaz. Həccə bilirəm. Qələt eləyirsən. Gedib cəmaata sukalamısan məni. Hər yerdə biabır eləmisən. Hələ bir üzümə də durursan. Nə demişəm ki cəmaata? Özün yaxşı bilirsən nə demisən. Yalancının əndamını söydürmə mənə. Heç kim heç nə deməmişəm. Əlim dəydi. Nətələn əlim dəydi? Sənin mənə atdığın rozvutumuşdu stikerə. Neyini bilə eləməmişəm ki. Boyumu yerə soxmusan. Nə olar ki rozvutumuş giyinəndə? Bu dəqiqə ağzımdan çıxan deyəcəm sənə. Bezdirmisən da məni, çıx et buradan.
Göndermişsən də eşşək. Bax daş atdı. Vay, yekə şey boyda qıssan camaatı içində tullanıb düşürsən. Eşinə qıdıram, cəmaatı pulum olmayanda kimsə soruşur ki, nəsə lazımdır. Ən sevdiyim mahnı çalır. Uşaqlıqda bambalı kimi o qədər oynayırdım ki, bu mahnıya. Dans eləyək. Kimlə? Sənlə. Yox, mən camaatı içində oynayıb eləyəndə öyle. De gedib vızqırdaq orada oynayaq, heç kim görməyəcək. Dedim yox da. Bəlkə başqa şey də elədik. Söz daha görmür. İkişin gözünü hoş bağladın. Nədir baxmasın da? Hazırsan, başlayaq. La müzik. Alnı. Elə bil quruyub qaxaca dönmüş odunu oynadıram. Yaxşı da sən də çox tıncıqdırma da məni mayacanlandıram axı. Ay. Nəsə oldu? Bağışda belə eləmədim. Ayağıma bastım. Məndən oynayanda ayaqlarıma baxma, üzümə bax. Neyniyim, elə paltar geyinmisən ki, diqqətimi yayındırırsan. Çox uğraş gedəsən. Radar ama səni. Nə oldu? Of, ağzımın iyi vurdu. Tut bu beşliyi. Davay dur bas bayrağı. Video buraya qədər idi. Daha çox belə videoların gəlməsini istəyirsinizsə video like atıb kanalıma abunə olun. Sağ olun, salamat qalın. Neredesin? Get.